Ginekoloqun başlayıb ərimi durmadan danlayıbdır ki, sən necə kişisən, səndə niyə bu proses alınmır, get arvadının üstünə qışqır, üstünə hücum et, biraz qorxud, o səndən həmən münasibətdə olacaq. Mən bunu eşitdiyim dönəmdə ümumiyyətlə əlim ayağım bir söz var, soyudu və şoka düşdüm ki, siz necə bu cürünə həkim olaraq sən bu cürünə rəy bildirirsən və fikir səsləndirirsən. Bu bir təhlükədir qız üçün. Bunda zaten vaginizm var. Biz orada mərhələləri var ki, daha ağır mərhələdədirsə, bunu sən biraz da qorxudaraq, biraz da paniki hala, daha da xronik hala keçirdərək bunu ümumiyyətlə bu vəziyyətdən çıxartmaq qeyri-mümkün olacaq. Və elə ailələr də var ki, qızı, məsəl üçün, ailə qurub 3-4 ildir ki, bakirədir və yoldaşında potensiyada problem var, ereksiya problemi var və ana deyir ki, mənim qapıma gəlməyəcəksən, get o problemi həll eləməyə çalışın və yaxud da ki, bütün günü mollalarda qalaraq, dualar yazdıraraq, üstündə salana dualar gəzdirirlər ki, bu problemi aradan qaldıracaqlar və heç bir nəticədə əldə etmirlər. Həmi qızını bədbəxt eləyir, həmi kürəkən bədbəxt olur və yaxud da ki, zamanında analar yenə də yeni yetmə dövrünə. Oğlundakı hansısa bir problemi gördüyü zaman və yaxud da ki, dost münasibəti quraraq, onun o probleminin üstünə düşərək androloqa, ginekoloqa müraciət edərək bu problemi aradan qaldırmaq zamanında olardı.